Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Size bir şey paylaşmak istedim. Deməli, Rus nömrəsi olan plus 7 996 nömrəsində olan bir şəxs mənə yazıb. Selamu Aleyküm. Sabahı Mehdi Ticani sənsən. Muaviyə R.A dil uzadan Kərzai müşrik sənsən. Sən səhabəyə dil uzadırsan. Din adı altında küfür danışırsan. Quran ayəsinə zidd gedirsən. Muaviyə R.A kafir deyirsən. Amma Quran ayəsinə zidd gedirsən. Kafirlik edirsən. Maraqlıdır. Və aleykümselam və rəhmətullah. Sabahı mən. Siz Muaviyə İbn Əbu Sufyandan müdafiə ediyorsunuz. Yaxşı. Yəni sual burada yaranır. Siz özünüz Muaviyə İbn Əbu Sufyanı müdafiə edirsiniz, yoxsa sizin əqidəviz Muaviyə İbn Əbu Sufyanı müdafiə edir? Bir də buna cavab verin görək elə. Yazıb ki, yox, əqidəmiz. O xəlifə idi, üstəlik səhabədir. Gözəl. Başa düşdüm. Əqidə yəni nə? Yəni əqidəmiz müdafiə edir, yəni nə? Əqidə kitablarınız, yoxsa alimləriniz? Və bunu bütün əqidəsi düz olanlar müdafiə edir. Əhsən. Sualım budur. Əqidə deyəndə kitablar nəzərdə tutulur, əqidə kitabları. Etiqad etdiyiniz əqidə kitablarınız hansıdır? Buna cavab verin, zəhmət olmasa. O kitablar haqqında danışaq. Hər bir əqidənin təməlləri var və əqidənin də təməlləri onun kitablarıdır. Əhsən. Kitab hansı kitablar? Onu deyin, zəhmət olmasa. Buxari, Müslim, Sünan Əbu Davud. Bir sual verəcəm, səmimi cavab istəyirəm. Adın çəkdiyiniz kitablardan birindən hədis gətirsəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin haram etdiyi şeyləri tərəf saxladığınız Muaviyə ibn Əbu Sufyan evində edib və bunu bilib ki, Peyğəmbər haram edib, münasibətiniz nə olar? Qarşı tərəf yazıb. Bu heç vaxt ola bilməz. Heç bir səhabə Peyğəmbərin haram etdiyini sonradan icra etməz. Bu əqidəyə müxalifdir və bu kitablardan zərrə qədər mətnini tapa bilməzsiniz. Nöqtə nida. Səbirli ol, o nidanı mən Əgər tapsam, təqdim edəsəm bəs? olmayan bir şeyi tapıb təqdim edəcəksən, sual verib. Söz oyunu oynayırıq burada. Sual verdim də, edə bilsəm, fərz edək ki, etdim, təqdim etdim sizə. Nə olacaq sizdə, nə dəyişikliyi baş verəcək? Daha sonra Sünan Əbu Davuda atmışam. Yazıb ki, edə bilsəm ayrı bir şeydir. Edin ayrı bir şey. Yazmışam, yaxşı. Sonra cavab yazıb. Bu gələcək zamandadır. Bu isə indiki. Yəni edə bilsəm gələcək zamandır. Edirəm indiki zamanda. Yazmışam ki, sizə göndərdiyim PDF bu Sünan Əbu Davuddur. Yazıb ki, elədir ki var. Yazmışam ki, hazır ol, gəlir dəlil. Gülüb. Səbr edin, video halında təqdim edirəm. Oldu mu? Niyə? Siz burada fantaziya göstərəcəksiniz. Şər atmaqdan bezmədiniz. Videonu göndərmişəm. Cavab istəmişəm. Yazıb ki, cavabım budur ki, şər atırsınız. Bundan başqa bir şey bilmirsiniz. Münafiqlər. Mən də səs atmışam, yazmışam. Digər ki, cavab gəlməyib.
İndi videoya baxaq inşallah. Yəni sənə atdığım kitab. Əbu Davud Səhih Sunan. 785-ci nömrəli səhifə. Gəldik. 39-cu fəsil. Pələng və yırtıcı heyvanların dəriləri. Hədis nömrəsi 85. Sənə oxuyacağım yer Meqidəm dedi tərəf olacaq. Meqidəm dedi: Mən bugün səni qəzəbləndirən və sənə xoş olmayan sözləri sənə eşitdirməkdən geri durmayacağam. Sonra dedi: Ey Muaviyyə, əgər düz danışsam məni təsdiq et. Yox, əgər yalan desəm məni yalanla. Şərt kəsilir. Muaviyyə dedi: Belə də edəcəm. Meqidəm dedi: Sənə and verirəm Allaha. De görək sən Peyğəmbərin kişilərə qızıl üzük taxmağı qadağan etməsini bilirsənmi? Yəni sənə höccət çatıb? Muaviyyə dedi: Bəli. Yəni höccət çatıb. Meqidəm yenə soruşdu: Sənə and verirəm Allaha. Yəni and içir və and içdirir ki, yalan olmasın. De görək Peyğəmbər ipək geyinməyi qadağan etməsini bilirsənmi? Yəni höccət çatıb. Muaviyyə dedi: Bəli. Meqidəm yenə soruşdu: Sənə and verirəm Allaha, de görək Peyğəmbərin yırtıcı heyvanların dərilərini geyinməyi və onların üzərində oturmağı qadağan etməsini bilirsənmi? Muaviyyə dedi: Bəli. 3 məsələ oldu. Meqidəm dedi: Vallahi mən bunların hamısını sənin evində gördüm. Budur təriflədiyiniz Muaviyyə, səhabə dediyiniz Muaviyyə. Bundan nə götürəcəksiniz? Qızıl üzük taxmağı mı? Peyğəmbərin haram etdiyini mi? Görək Muaviyyə nə deyir? Bəlkə Muaviyyə yalanlayacaq. Muaviyyə dedi: Aha, mən artıq bildim ki, sənin əlindən xilas ola bilməyəcəm. Aha. Rəvayətçi Xaliq dedi: Muaviyyə Meqidəmin 2 yoldaşına verilməsini əmr etdiyindən də əfsəlini Meqidəmə verməyi əmr etdi. Yəni şirinlik verdi. Və oğlu üçün də, yəni Meqidəmin oğlu üçün də 200 dinara qədər qeyd edilməsini istədi. Yəni şirinlik verdi ki, məndən əl çəksin. Muaviyyə danmadı. Boyun qaçırtmadı. Bu da tərəf saxladığımız Muaviyyə İbn Əbu Sufyan Allahın və Peyğəmbərin haram etdiyini halal bilənlər, haramı halal edənlərə Allah lənət eləsinmi, etməsinmi? Hə? Allahu Əkbər yazmısan. O Allah ki, haram edənləri, haram edən şeyləri kimsə halal edirsə, onun arxasıca gedib Allah tuta bilərsən, bu da itaət. Cavab gözləyirəm, cavab yaz.